Zəhmət olmasa bu videoya baxın. Yeganə ölkənin polisləri Azərbaycan polisləridir ki, insanlara qənim kəsilir. Ay Azərbaycan polisləri, niyə insanlarla beləcəsində it kimi rəftar edirsiniz bəziləriniz? Niyə belə it kimi rəftar edirsiniz? Hə? Siz Azərbaycan vətəndaşlarının keşiyində durub, onlara xidmət etməkdən ötəri vəzifələndirmişsiniz. Onları it kimi qapmaqdan ötəri yox. Qarşınızdakı insanlar Azərbaycan vətəndaşlarıdır. İnsandır, ən azından insandır. Niyə insanlarda özünüzə qarşı nifrət oyadırsınız? Niyə? Niyə də bax, niyə? Niyə? Evinizdə də beləcə it kimi rəftar edirsiniz. Öz arvadınızla, ananızla, atanızla, uşağınızla, bacınızla, qardaşınızla. Hə? İlham Əliyev sizə beləcə volya verəndə siz belə eləməli deyilsiniz. O öz xeyrinə çalışır. Amma siz öz xeyrinizə çalışıb insanları özünüzü istətməlisiniz. İnsanlara qarşı it kimi rəftar eləməli deyilsiniz.